Xoş gördük hər birinizi. Mən Riyaziyyat müəllimi Vüsal Əsədov. Bugün sizlər üçün 9-cu sinif OTK buraxılış suallarının izahını verəcəm. İzaha baxmazdan əvvəl kanalımıza abunə olmağı unutmayın. Əyani hazırlıqlarımız Gəncə şəhərində keçirilir. Onlayn hazırlıq üçün 051 648 5407 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək suallarımızın izahına. M parametrinin hansı qiymətində mənfi x kvadratı üstəgəl 3x üstəgəl m funksiyasının qrafiki mənfi 2 nöqtəsindən keçir. Burada mənfi 2 bu x deməkdir, bu y deməkdir. X-in yerinə mənfi 2 yazanda mənfi 2-nin kvadratı üzərinə gəl 3 vur mənfi 2 üzərinə gəl m bərabərdir 2-yə. Bu eləyir mənfi 4 üzərinə gəl m bərabər 2, m bərabərdir 12. Variant oldu D variantı. 32 nömrəli tapşırıqda 28.000 ədədini standart şəkildə. Bilirik ki, standart şəkil A vur 10 üstəyin şəklindədir. A burada qiymətli hissədir. 1-10 aralığında yerləşir. N isə tərtibli tam ədəddir. Vergülü biz 2.8, 4 vahid solu vur 10 üstü 4. Şəklində tərtibini tapın. Tərtibi oldu 4. Variant oldu A variantı. Çevrənin radiusunu 4 dəfə artırdıqda uzunluğu necə dəyişər? Çevrənin uzunluğu 2 pi-dir. Baxırıq ki, L R-lə düz asılıdır. Radiusu 4 dəfə artırdıqda uzunluq da 4 dəfə artar. 34 nömrəli tapşırıq. A və B çoxluqları üçün deməli A ilə B çoxluğu kəsişməsi 7-dir. B fərqamız 4-dür. Bizdən B-ni soruşur 11. Variant oldu D variantı. 35 nömrəli tapşırıqda. Ədədlərin biri digərinə bölünərsə əkop böyüyüdür 84-dür. Ardıcıl ədədlərin əbobu 1-dir. Toplayanda elədi 85. 36 nömrəli tapşırıqda 5x bərabərdir 20-yə, x bərabərdir 4-ə. Variant oldu C variantı. 37 nömrəli tapşırıqda x-i mötərizə xaricinə çıxarsaq 5x minus 4 bərabərdir 0, x-i 0, x-i 0, onda 8 tapırıq. Variant oldu C variantı. 38 nömrəli tapşırıqda buradan biz deməli çarpaz vursaq 36 AB bərabərdir 4-ə, AB bərabərdir 9-da 1-ə. Variant oldu C variantı. Ədəd oxundan mənfi 6 onda 3 ədədindən sağda yerləşən mənfi tam ədədi. Sağda yerləşən mənfi tam ədədlərin cəmini. Mənfi 6-dır, mənfi 5-dir, mənfi 4-dür, mənfi 3, mənfi 2, mənfi 1. Bu da bizdə eləyir deməli mənfi 21. Variant oldu A variantı. 40 nömrəli tapşırığa baxsaq. Deməli, burada qruplaşma ilə buradan A-nı çıxarsaq, A plus B qalır. Bu ikisindən C-ni çıxarsaq, qalır bizdə. Deməli, burada da A plus B qalır. Üzərinə gəlinsin 1. A plus B-ni hər ikisindən çıxarsaq, qalır A minus C plus 1. A plus B-ni 4 verib. C minus A mənfi 2-dirsə, A minus C müsbət 2-dir. 4 vur 2 üzərinə gəl 1. Elədi 9. Nöqtələr arasındakı məsafələr kök altında uyğun olaraq x-ləri çıxıb kvadrata yüksəldirik. Yəni 8-dən 3-ün çıxıb kvadratı 10 çıx mənfi 2 üstəgəl 2 olacaq. Bu da elədi 13. Variant oldu B variantı. Tam səthinin sahəsi 24 olan kubun tam səthi 6 kvadratıdır. A-nı buradan biz 2 tapırıq. Kubun həcmi A kubudur. Bu da elədi 8. B variantı. 5də 1 hissəsi dolu olan çənin boş hissəsinin həcmi dolu hissəsinin həcmindən neçə dəfə çoxdur? 5də 1 hissəsi doludursa, 5də 4, 5də 1-i dolu, 5də 4-ü boş. Boş hissənin həcmi dolu hissənin həcmindən neçə dəfə çoxdur? 4 dəfə. 44 nömrəli tapşırıq. İrasiyanallıqdan azad etmək. Qoşmasına vururam. Bu da elədi bizdə 4 köşdə 2. Variant oldu Y variantı. Katetləri 5-6 olan düzbucaqlı üçbucağın sahəsi katetlər hasilinin yarısıdır. 5 vur 6 bölü 2 15. Variant oldu B variantı. 46 nömrəli tapşırıq. Bərabərliyi doğru olar. Deməli bizdə 2A üzərinə gəlinsin A7 bərabərdir 2 vurulsun A0. Bu deməli A3 imiş. Toplayanda sonu neynəsin?
3 ile 7'ni toplayanda A'nı soruşur. A3 olsa 23 üzerine gelinsin. 37 beraberdir 60. A3'ymiş. Açılışla yazsaq da olar. A3'dür. ABCD üçbucağında, ABC üçbucağında AD BC'ye perpendikulyardır. Yəni 90 dərəcədir. BAC bucağı 45 dərəcədir. Bizdə CD'nin AD'yə nisbəti 1'in kökdə 3'ədir. CD'nin AD'yə nisbəti. Bura CD x ise AD kök 3x'dir. Deməli bizdə nə zaman katetlər arasında kökdə 3 var? 60 dərəcə. Deməli bura 30 dərəcəymiş. 30. Bura oldu 60 dərəcə. Bizdən soruşur ABC bucağını. BAC'ni vermişdi bizə 45. Bura qaldı 15. İndi ABC'ni soruşur. Bura qaldı 75 dərəcə. Cavab oldu 75. Sistem bərabərsizlikdir. Sistem bərabərsizliyin həlləri hər birini ayrı-ayrılıqda həll edib həllərin kəsişməsi götürülür. X böyükdür 4'dən. Aşağıda həll eləsək 3x plus 2 kiçikdir 2x plus 10'dan x kiçikdir 8'dən. 4'dən böyük 8'dən kiçik. 5, 6, 7. Bu da eləyir 18. 49 nömrəli tapşırıqda bir tərəfli bucaqlardır. Bilinir ki, bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Fərqini də bizə verib 100 dərəcə. Bunlar getdi. Bu 180 dərəcə. 2 bucaq 2 bərabərdir. 280'ə. Bucaq 2 bərabərdir 140'a. Bizdən bucaq 2'ni soruşur 140 dərəcə. 50 nömrəli tapşırıq. Müxtəsərdir. Hər tərəfi bunun kvadrata yüksəltsək, birincinin kvadrat A kvadratı bunun buna hasilinin 2 misli 2 eləyir. A kvadrat üzərinə gəl 1 bölü A kvadratı bərabərdir 47. 51 nömrəli tapşırıq. Turist əvvəlcə yolun 30%'ni, birinci 30%'ni, sonra qalan yolun 60%'ni gedərsə, birinci 30% getdi. Qalan yol 70'di. 70'in 60%'i 42. Buradan da qalan yolun 60%'ni gedərsə, yəni 42%'ni də buradan getdi. X götürməlidir. Əslində, yəni bu şəkildə də yolun neçə faizi gedilməmiş qalar. Yolun neçə faizi gedilməmiş? 72% gedildi, 28% gedilməmiş qaldı. Ətraflı sual olsa, amma X ilə yazmaq lazımdır bunu. Ətraflı sual olsa, bunu belə yazaq. Deməli, birinci yol X idi. Yol mən götürürəm X. Birinci 30%'ni getdi. Birinci getdi 0.3x'i. İkinci qalan. Qalan 0.7x'dir. Onun 60%'in. Bu şəkildə. Bu elədir. 0.42x. Gedilməmiş isə bunun hamısının cəmi x eləməlidir. Gedilməmiş isə qaldı 0.28x. 0.28x'i bölürəm x'e, vururam 100'e. Elədir 28. 52 nömrəli tapşırıq. AB çoxluğudur. Kəsişməsi 2 verilib. Burada 4 qaldı, burada 6 qaldı. A və B çoxluqlarının birləşməsindən təsadüfi olaraq götürülmüş bir elementin birləşməsi mümkün hallarımız 12'dir. Əlverişli hallarımız A fərq B çoxluğuna aid olması. A fərq B çoxluğunun 4'dür. Ehtimal oldu 12'də 4. O da 3'də 1. 53 nömrəli tapşırıqda hündürlüyü tərəfindən kökdə 3 dəfə kiçik olan hündürlüyü tərəfindən, yəni A bərabərdir kök 3 aşağı. Romun daxilinə çəkilmiş çevrənin radiusu 3 kök 3 olarsa, daxilə çəkilmiş çevrənin radiusu yadınızda qalsın, hündürlüyün yarısıdır. Yəni bu h bölü 2'yə bərabərdir. Buradan h'ı tapdım. Deməli 6 kök 3. H 6 kök 3'dürsə, A'mız olacaq kök 3 vurulsun 6 kök 3. Bu da elədi 18. Perimetrini soruşur. 4'ü 18'ə vuranda 72. Və yaxud şəkili də çəkib görmək olar. Bu şəkildə şəkili çəkib, ən rahatı şəkili çəkib də görmək olar. 54 nömrəli tapşırıqda bunlar buradan oxşarlıq var. Deməli, bura alfadısa, burada bu bucaq.
Hər ikisində bu bucaq var. Deməli bu bucaq da bu bucağa bərabərdir. Bizə verib m-i verib 3, m-ni verib 4, enseni verib 7. Bizdən soruşur nəyi? A-ın parçasını soruşur. A-ın parçası. Bura olsun x. Mən bura bir y deyirəm əvvəlcə. Y-in kvadratı bərabər 3-ün kvadratı plus 4-ün kvadratı. Y-i 5 tapdıq. İndi y-i tapdıq 5. Sonra yazıram x plus 3-ün böyük bucaqda hipotenuz uzun. Bunun katetinə, BS katetinə nisbət 12-yə nisbət bərabərdir. X plus 3 hipotenuz idi. Burada hipotenuz 5'in 12 burada 2 xəttin qarşısındaydı. Burada 2 xəttin qarşısındakı olacaq 3. Bunlar ixtisar getdi 4. X plus 3 bərabərdir 20. X bərabərdir 17. AM-i soruşur oldu 17. 2 ədədin cəmi 6-ya bərabərdir. A plus B-miz 6'dır. Kvadratları cəmi isə 22'dir. Bu ədədlərin hasilini soruşur. Bunu müxtəsərlə yazıb və yaxud bunun hər tərəfini kvadrata yüksəltsək. A kvadratı üzərinə gəl 2AB, üzərinə gəl B kvadrat bərabərdir 36. A kvadrat plus B kvadratının yerinə 22 üzərinə gəl 2AB bərabərdir 36. 2AB bərabərdir 14'ə. AB bərabərdir 7'yə. Bu ədədlərin hasilini tapın oldu 7. Oldu əziz şagirdlər. Hər birinizə uğurlar arzulayıram. İnşallah hər kəs yüksək nəticə toplayın.